Salam gənclər, hər vaxtınız xeyir. Bu gün sizin yeni nəşr kitabımızın növbəti bölməni fiqur əlaqələrinin izahına baxacağıq. Vaxt demədən birinci sualla başlayaq. Birinci sual asan sualdır. Yəqin ki, əksəriyyətimiz tapmışıq. Burada dairədəki olan ədədləri toplayıb 2-yə bölmək lazımdır. A plus B bölünsün 2. Məsələn, verilmiş nümunədə 3 üstə 9 bölünsün 2 6 eləyir. Gəlib biz burada tapsaq 4 üstə sual işarəsi bölünsün 2 bərabər olmalıdır 2. Təbii ki, sual işarəsi 0 olmalıdır ki, orada 4 üstə 0 4-ü 2-yə bölü 2 eləsin. Yəni düzgün cavabımız olacaq A variantı. Növbəti ikinci sualda isə sol və sağı toplayıb 4-ə vurmaq lazımdır. 4 vurulsun A üstə B. Məsələn, bir də nümunə göstərsək 4 vurulsun 3 üstə 8. Deməli, burada olacaq 4 vurulsun 7 üstə 6. 13-ü də 4-ə vuranda bu da olacaq 52, yəni B variantı. Üçüncü sualda isə aşağıdakı ədədlərin hansının 3 qatıdır, yəni 3AB. Burada 3 vurulsun 8. Bu hansı gelir 72. Daha sonra bizə verilən nümunəyə baxsaq 3 vurulsun 7 vurulsun 4. 28-i 4-ə vuranda burada olmalıdır 84. Yəni C variantı. Növbəti sual biraz daha qarşılıqdır. Burada ortadakı dairədən sol tərəfi, yəni 8 bucağını çıxıb kuba qaldırdıqda sağdakı alınır. Məsələn, bura A, bura B, burada C desək, B çıxılsın A-nın kubu bərabərdir C-yə. Yəni, belə bir şey alınır orada. 65 çıxılsın 61-in kubu bərabər edir 64. İndi biz burada hesablasaq 8 çıxılsın, üzrü sayın. Buraya x desək, tutaq ki, bu x-dir. X çıxılsın 5-in kubu bərabərdir 8. 8 2-nin kubudur. Yəni, buradan kubu atsaq, bu 2-nin kubudursa, kubları buradan atırıq. Hər ikisini 3-cünü kök alsam. Onda belə çıxır ki, x çıx 5 bərabərdir 2-yə, x-imiz olmalıdır 7. Yəni, bura 7 yazmalıyıq ki, 7-də mən 5 çıxım ki, 2-nin kubu 8 eləsin. Növbəti gəldik 5-ci suala. Burada isə qarşı-qarşıya kvadratlardır. Yəni, hər birinin kvadratı qeyd olunub. 2-nin kvadratı burada 4, 5-in kvadratı 25. Burada 7-nin kvadratı olmalıdır. 7-nin kvadratı da 49, yəni B variantı. Növbəti 6-da burada artıq fiqurlara ədəd vermək lazımdır. Çalışmaq lazımdır ki, bu hasilər ödənsin. Məsələn, 42 yəqin ki, 6 vurur 7 olar. Sadəcə hansı 6, hansı 7 olacaq? Mən baxıram ki, baxın, plus işarəsi burada da var. Mən plusu 6 versəm, 28 6-ya bölünmür. Deməli, bizim plusumuz 7 olar. Buna 7 verə görə düz gələcək. Bu olsun 7, bu 7. Onda dairə 4 olar, bu da 6 olar. Həqiqətən yoxlasaq, bu 4, bu 6 düz gələcək. Gətirib yazaq yerinə. Bu 6, bu 7, bu da 4. Olur 17. 17 də bizdə Y variantıdır. Növbəti gəldik 7-ci suala. 7-ci sualda üç bucaqların kənarlarını toplayıb 3-ə bölmək lazımdır. A üstə B üstə C bölsün 3 ortanı verir. Yəni, məsələn, 10 üstə gəlsin 15 üstə gəlsin 5 bölünsün 3, bu bərabərdir 10-a. İndi burada sual işarəsi bərabərdir. 2 plus 5 plus 5 bölünsün 3. 12 ilə 3-ə böləndə bu da olar 4. Yəni A variantı. Növbəti 8-ci sual. 8-ci sualda isə yəqin ki, burada fərqləri ilə bağlıdır. Nəqə baxaq burada hansından hansın? Bu ikisindən 12 üstə 22-dən, bu ikisinin cəmini çıxmaq lazımdır. 12 üstə 22 çıxılsın 21 üstə 11. Həqiqətən də bunu çıxsaq, burada 2 alınacaq. Yuxarıdan aşağını çıxsaq. İndi burada 16 üstə 7 buranı da yoxlayaq. 4 üstə 13. 23-dən 17 çıxanda narısı burada 19 çıxanda, çünki burada 6-dır. Bu 4 eləyəcək. Gəldik, indi biz 25 üstə 6 yuxarının cəmindən aşağının cəmini çıxmalıyıq. 12 üstə 5-i. O da 31 çıxılsın 17, 14. C variantı eləyər. Növbəti gəldik 9-cu suala. 9-cu sualımız buradadır. Əgər belə fiqurlar gördüksə, eyni formada, eyni ölçüdə bölünübsə, orada ilk növbədə cəmləri yoxlayın. Cəmləri yoxlasaq, bunların cəmi 8, 4, 7. Burada 19-dur. 3, 6, 9, burada 19-dur. Buranın 19 olması üçün 8, 5, 13, 6 çatmır. 6 da bizdə A variantıdır. Növbəti bəs 10-cu sualda. 10-cu sualda isə sağla aşağını toplayıb sol tərəfə çıxmaq lazımdır. 16 üstə 17 çıxılsın 13. Bu 20 eləyəcək. Gəldik, bu ikisinin cəmi 43 üstə 17 çıxılsın 37. Bu da 60 çıxılsın 37 olacaq 23. 23 də Y variantıdır. 11-də isə yenə cəmlər qaydasıdır, amma lakin burada cəmlər sayı fiqurun 3-dən çox olduğu üçün cəmlər müəyyən ardıcıllıq təşkil edib.
Bunları toplasaq 29 eləyəcək. Bura 27. Buranı toplasaq 10, 12, 25. Onda burada 23 olmalıdır. Mən də baxıram 8, 5, 4, 3. Zaten 20 var. Onda gərək bura 3 olsun ki 23 olsun. Deməli cavabımız A variantıdır. Əgər fiqurun sayı 3 dənədirsə, məsələn 9-cu sual kimilərdə cəmlər eyni olmalıdır. Yox, fiqurun sayı 3-dən çoxdursa, orada cəmlər müəyyən ardıcılla dəyişə bilər. 4 və ya 5 dənədirsə. Növbətə gəldik 12-ci suala. 12-ci sualda isə sol tərəfi 2-yə vurub, üzərinə sağa gəlmək lazım. Yəni, baxın, buranı 2-yə vurur. 2 vurulsun 8. Üzərinə sağa gəlsə aşağı alınır. Məsələn, burada 2 vur 6, üzərinə 8, 20 eləyir. İndi olacaq belə 2 vurulsun 4, üstə 5. 8 üstə 5, bu da 13 eləyər. Növbəti gəldik biz burada 13-cü suala. 13-cü sualda isə aşağıların cəmi yuxarının 4-ə vurulmuşuna bərabərdir. Baxın, 4 vurulsun 8, bərabərdir 18 üstə 14. 4 vurulsun 14, bərabərdir 22 üstə 34. İndi 4 vurulsun sual işarəsi, bərabərdir 31 üstə 13. Axı, bu 44 eləyir. 44 də 4-ə bölsək, sual işarəsi bərabərdir 11. Yəni, B variantı. Növbəti 7-ci sual. 7-ci sualda isə burada qarşılıqlı, dairədə qarşılıqlı qaydasıdır. Baxın, 3-dən 10-u almaq üçün kvadratın üzərinə 1 gəlir. Yəni, hər birində kvadratın üzərinə 1 gəlir. 4-dən 17-ni almaq üçün kvadratın üzərinə 1 gəlir. İndi biz burada sual işarəsindən 50 almaq üçün x-in kvadratı üstə 1 bərabərdir 50-yə. X ilə belə də olmalı ki, kvadratı 49 olsun. Bu da aydın məsələdir ki, 7-dir. Yəni, D variantı. Növbəti 15 yenə cəmlər qaydasıdır. Cəmlərə baxsaq, 7, 2, 9, 4. Bunun cəmi 22 eləyir. Burada 11, 2, 6, 3. Bu da 22 eləyir. Daha sonra 5, 5, 6, 6. Bu da 22 eləyir. Gəldik bura 8, 1, 4 sual işarəsi 22 eləməlidir. Bu da 13 eləyir axı. 13 üstə gəlsin sual işarəsi bərabərdir 22. Onda sual işarəsi bərabərdir 9. Növbəti 16 yenə dairə ilə bağlıdır və yenə də burada qarşı-qarşıya baxırıq. Baxın, tapmaq üçün ədədi öz rəqəmləri cəminə vurmalısınız. Ədəd vur rəqəmləri cəmi. Məsələn, 13-dən 52-ni alanda 13 vurulsun 1 üstə 3. Daha sonra burada 21 vurulsun 2 üstə 1. 63 eləyəcək. Gəldi indi burada 32-ni vurmalıyıq 3 üstə 2-yə. 32 vurulsun 5, 3 üstə 2. Bu da olacaq 160. İkini burada düzəldək. Deməli, düzgün cavabımız eləyəcək A variantı. Sonra gəldik 17-ci suala. 17-ci sual biraz qarşılıq ola bilər. Yuxarıdakı və aşağıdakı ədədlərin hasillərin üzərinə cəmlərin gəlir. 5 vurulsun 8, üstə 5 üstə 8. Bu da 40 üstə 13, 53 eləyəcək. Daha sonra burada 6 ilə 7-yə baxsaq, 6 vurulsun 7, üstə 6 üstə 7. Bu da 55 eləyəcək. Onda biz 29 vur onun üzərinə 29-dan 10-u gəlməliyik. Bu da 290 üstə 39, 329, yəni D variantı eləyəcək. Növbəti 18-ci sual. 18-ci sualda isə burada fikir versək, əgər aşağıdakı ədədi yuxarıdakı ədədi vurub, 3-ü 9-a vurub, üzərinə sağ tərəfi gəlsəz, 32 düzələcək. Həmçinin burada da 6-nı 8-ə vurub, 6 vur 8, üzərinə sağa gəlsək, 55 eləyəcək. Onda 5-i 7-yə vur, üzərinə 9 gəlməliyik. Bu da 45 üstə 9, 54 eləyir. Yəni 4 də Y variantıdır. Növbəti gəldik 19-cu suala. 19-cu sualda isə 2 hasillərinin fərqidir. 7 vurulsun 3, çıxılsın 1 vurulsun 6. 15 eləyir. 4 vurulsun 9, çıxılsın 3 vurulsun 4. 24 eləyir. 8 vur 6, 48. Bundan da 18 çıxırsınız. Nəysə, gəldik bura. 7 vur 9, çıx 5 vur 5. Bu da oldu 63, çıx 25. Yəni 38. O da A variantıdır. Növbəti 20-ci sual. 20-ci sualda biraz qarşılıqdır. Çünki burada tərslə bağlıdır qaydası. Aşağıdakı ədədləri bir-birinə vurub. 9-u 6-ya vurub. Üzərinə 13 gəlsəz. Baxın, bu olur 67. Həmin 67-nin də tərsi buradadır. Tərs olar 76. Məsələn, başqa birinə 33-ün tərsi düz eyni şeydir. Bu bizi çox çaşdıra bilər. Bunları məsələn vururam bir-birinə. 7 vurulsun 8, üzərinə gəlsin 5. Baxın, 61, tərsi buradadır 56. Nəysə, gəldik bizdən soruşulan 4 vurulsun 7, üstə 19. 28, 19, 47, həmin 47-nin tərsi 74. O da
A variantında. Bu arada tərs olduğunu hardan görə bilərdik? Yenə bunu təkrarlayaq. Əgər variantlar bir-birinin tərs olan variantlar varsa, çox güman ki, sualın həlli tərslə bağlıdır. Bu istənilən bölmə üçün keçərlidir tapmaca tipli suallarda. Növbəti 21-ci sualda artıq burada biraz məsələ qarışıb, çünki 2 dənə ayrı əməliyyat aparmaq lazımdır. Əvvəlcə fikir versəz, o 149 ilə 64 falan hardan alınıb? Qoşulduğu içəridəki ədədlərin kvadratı cəminin kvadratıdır. Baxın, 3 üstə 7-nin kvadratı bu 100 eləyir. Daha sonra bura baxsaq, bu 3 ilə 5-in cəminin kvadratı 64 eləyir. İndi onda nə isə biz eli tapanda, el bərabərdir nəyə? Öz qoşulduğuna, baxın, bu hansına qoşulub? 7 ilə 2-yə. 7 üstə 2-nin kvadratı. Bu deyilər 81. O ki, qaldı K-nın qiyməti nə? K-nın qiyməti isə öz birləşdiyi dördbucaqlının 2-yə misinə bərabərdir. Məsələn, bura fikir versəz, 7-ni vurursunuz 2-yə 14. 2-ni vurursunuz 2-yə 4. Sonra 3-ü vurursunuz 2-yə 6. Burada da 5-i 2-yə vurmaq lazımdır. 5 vur 2 olacaq 10. Bunlar da çıxırıq da 81 çıx 10 olur 71. Növbəti 22-ci sualda yenə sol tərəfi 2-yə vurub üzərinə sağ tərəfi gəlirik. 2 vur 2 üstə 3. Burada məsələn 2 vur 1 üstə gəlsin 6. Gəldik bura 2 vurulsun 5 üstə 2. 10 üstə 2 12. 23-də isə fiqurun tərəflərindən istifadə etmək lazımdır. Baxın, bu 3 tərəflidir, bu 4 tərəflidir, bu 5 tərəflidir, bu isə 6 tərəflidir. Onda fiqurun içindəki ədədi vurur tərəfinə. Ədəd vur tərəf. Məsələn, baxsaq 2-ni 3-ə vurdunuz 6, 6-nı 4-ə vurdunuz 24 və s. belə axır, belə gedir. Bu da C variantı. Növbəti 24-də isə, bu da biraz qarışıq sualdır. Yuxarıdakı ədədin üzərinə aşağıdakını 4-ə bölərək gəlir. Baxın, bu 8, 24, 16 hamısı 4-ə bölünür axı. 15-in üzərinə 8-i 4-ə bölür gəlir. 17 olur. 8-in üzərinə 24-ü 4-ə bölür gəlir. Burada da 12-nin üzərinə 16-nı 4-ə böləcək gələcək. 12 üstə 4, bu da olacaq 16. Yəni, bura 6 düşür. A üstə B böl 4. Sonra davam edirik 25 ilə. 25-də bəs, burada bəs nə baş verib? 25-də isə burada hamısı fikir verin kublardır. 27, 64, 8 və s. Bunlar hardan çıxıb bəs? Solu sağa bölüb kubudur. A böl B-nin kubu. Məsələn, 72 böl 24-ün kubu. Daha sonra burada 36-nı məsələn 9-a bölüb kuba qaldırsaz, yəni 4-ün kubu olacaq 64 və gəlib bizdən soruşuna baxsaq, 18-i 3-ə bölüb kuba qaldırmalıyıq. Bu da 6-nın kubu, 6-nın kubu olar 216. Yəni düzgün cavabımız olacaq D variantı. Növbəti 26. 26 deyərdim ki, hətta bu suallar arasında ən maraqlısıdır. Burada bəs nə baş verir? Fiqur neçə tərəflidirsə, fiqurun tərəfinin sayının yerində duran ədədi götürüb, daha sonra rəqəmi götürüb. Məsələn, bizə baxsaq, birinci fiqur 4 tərəflidir, yəni 4 bucaqlıdır. Ona görə də biz burada 4-cü yerdə duran 2-ni götürürük. İkinci fiqur isə 3 bucaqlıdır. Ona görə də biz orada 3-cü yerdə duran 2-i götürürük. Ona görə cavabımız olur 25. İndi ikinci sualda da, ikinci nümunədə bunu eləsək, baxın 6 tərəfli fiqurdur. Onda burada 7 olacaq. Bu 4 tərəfli fiqurdur, 6-dır. Bu da 4 tərəfli fiqurdur, daha sonra 5 tərəfli fiqurdur, 1-i götürürük. Gəldik bura, indi bu 7 tərəfli fiqurdur. 7-ci baxın, 1, 2, 3, 4, 5, 7-ci 8-dir. Bu isə 3 tərəfli fiqurdur, bu da 8-dir. O zaman olacaq 8, 8, 88. Deməli, bu oldu 26-cı sual. Növbəti 27-ci suala baxaq. 27-də isə burada yuxarıdakı 2 ədədin hasili, bu da rahat suallardan biri də 56 eləyir. Aşağıdakıların cəmi də 56 eləyir. Gəldik bizdən soruşulan, o zaman 6 vur 7, 42. 18 üstə nəsə bərabərdir 42. Onda o nəsə 24-dür. 24 onda olacaq bizə D variantı. 28. 28 biraz qarışıq suallardan biridir. Yəqin ki, burada bunu yoxlamısınız. A kub çıx B kubu yoxlamısınız. Cavab alınmayıb. Bütün variantlarda var, amma bütün şəkillər edir, amma variantlarda yoxdur. Sonra hətta belə bir şey eləyə bilərdiniz. 3AB üstə 1. O da yenə bütün şəkilləri ödəyir. Amma düzgün cavab ödənməyib. Bunlar ki, burada alınmır. Bəs əsas qaydası nədir? A kvadratın üzərinə B kvadratın, onun da üzərinə AB hasilini gəlsək. Baxın, yəni belə bir şey. 5-in kvadratı üstə 4-ün kvadratı üstə 5 vur 4. Bu 61 eləyir. Gəldi, indi burada 4-ün kvadratı üstə 2-nin kvadratı üstə 4 vur 2. Bu da 28 eləyir. 28-də hansı ki bizə cavablar arasında var. A variantıdır.
Növbəti gəldi 29-a. 29-a bəs nə baş verib burada? Burada əvvəlcə bu 32, 41, 52 bu ədədlərə rəqəm kimi baxmaq lazımdır. Yəni 32 yox, 3 və 2 kimi. 10 kvadratları cəmi tapıb, 3-ün kvadratı üstə 2-nin kvadratı. Bunu tapıb, aşağıdakı 4-ü çıxılsın 4. Bunu hesablasaz 13 çıx 4, 9 eləyəcək, hansı ki 9 buradadır. Gəldik biz bura 5-in kvadratı üstə 2-nin kvadratı çıxılsın. Sual işarəsi bərabərdir 8. Bu da 29 edir, 29 çıxılsın. Sual işarəsi bərabərdir 8, sual işarəsi bərabərdir 21. Bu da hansıdır? Y variantı. Növbəti 30. 30-da isə yuxarıdakıları toplayıb aşağına çıxsaq, 25 üstə 15 çıxılsın 10. Bu da olacaq 30. Məsələn, 24 üstə 12 çıxılsın 15. 36 çıxılsın 15, 21. Gəldik biz 14 ilə 15-i toplayıb 17 çıxmalıyıq. 29-dan 17 çıxanda bu da 12 eləyir. Bilirsən, 35-dir bu, mən bunu 15 görmüşəm, çox üzrü sayın. 49-dan 17 çıxanda bu da 32 eləyir, hansı ki cavabımız D variantıdır. Növbəti 31 yenə rahat suallardan biridir. Burada sadə rəqəmin əksi istiqamətdə 2-yə bölüb, hamısını böl 2. Burada isə sadə rəqəmin əksi istiqamətdə isə 4-ə bölüb, hamısını 4-ə bölüb. İndi sual işarəsi bərabərdir, 52 bölünsün 4. Bunu da bölsək, bu olacaq 13. Növbəti, bəs 32-də nə baş verib? 32-də isə sol tərəfi sağa vurub, bunları bir-birinə vurub, ortana çıxmaq lazımdır. 10 vurulsun 8, çıxılsın 7. Bərabərdir 73. Daha sonra 2 vurulsun 6, çıxılsın 10. Burada da olacaq indi 6 vurulsun 4, çıxılsın 8. 24 çıxılsın 8, 16. 16 da bizdə olacaq A variantı. Növbəti bəs 33-də nə baş verib? Orada fikir versəz 3, 6. Bunların ikisinin hasili, bunların cəmidir. İndi burada 9 vir 13 bərabərdir 13 üstə nəsə? Yəni 9 vir 27 bərabərdir 13 üstə sual işarəsi. O sual işarəsi də bərabərdir 14. Bu da D variantıdır. Növbəti 34 piramidadır və rahat piramidada sadəcə cəmləridir. Baxın 6 üstə 7 13, 7 üstə 5 12, 25 26 da olacaq 51 C variantı. 35-də isə bir dəfə buradan bura keçəndə fikir versəz hasilidir. Amma buradan bura keçəndə cəmidir, yenə hasilidir, yenə cəmidir. Məsələn, baxın 1 vurulsun 2, 2 elədi. 2 vurur 3, 6 elədi. 2 üstə 6 da 8 elədi. 6 üstə 6 da 12 elədi. Gəldi 8-i 12-yə, nə bilim 12-ni 14-ə vurdunuz, bu 96, bu 168 elədi. 96 üstə 168, bu da 264 eləyər. Hansı ki B variantıdır. Sonra 35, növbəti 36. 36-da isə kubların tərsidir, A kubu tərsi. Buradan bu tərəfə doğru sıra ilə baxsaz, bu 8-dir, bu 27-dir. Daha sonra bu 64-dür, bu 125, bu 216, 343-ün tərsi düzü eynidir. Bu da 512. Və fikir verirsiniz, bunlar hamısı kublardır. Nə bilim 2-nin, 3-ün və s. Bu 2-nin kubudur, nə bilim bu 3-ün kubudur və s. Ən axırıncısı da 8-in kubudur. Sadəcə dairə sualına diqqətli olmalıyıq, dairənin başlanğıcı və ya sonu olmur. Ola bilər ki, bizdə buradan başlasın, 1-in kubu ilə 1 eləsin, cavabımız da 1 olsun. Ola bilər ki, gəlsin, burada bitsin. Yəni olsun belə 9-un kubu, bu da 729 eləyir. Fikir versək, cavablarda ikisi də olunsa da, bura biz tərsini yazmalıyıq. 729-un tərsi yoxdur, 927 olmalıydı. Amma 1-in tərsi düzü eyni şeydir, ona görə burada düzgün cavabımız olacaq. B variantı 1. Əgər burada 927 olsa da olardı, çünki dairənin başlanğıcı və ya sonu olmur. Növbəti 37. 37-də isə Fibonacci ardıcılıqdır. Hər tərəfdən mərkəzi doğru Fibonacci ardıcılığı. Məsələn, baxsaq 14 üstə 0, elədi 14. Sonra təkrar 14 üstə 0, bu da 14 eləyər. Buradan baxsaq, bu 4 üstə 5, bu elədir 9. Sonra 9 üstə 5, yenə də 14. Yəni, hər tərəfdən mərkəzi doğru cəmləri 14 eləyir. Cavabımız yəni Y variantı. Növbəti gəldi 38-ə. 38-də isə burada ədədlərə bir-bir baxmaq lazımdır, ədədlər bir-birinə qarışır. Baxın, orada düz tərəflərdə olanların cəmi, yəni söhbət buradan gedir 5, 4, 7 və 14. Bunların cəmi çarpazı olanların cəminə bərabərdir. 5, 2, 10, 13. Baxın, həqiqətən də hesablasaq, göyrəndən hesabladıqlarımın cəmi 4, 7, 11, 14, 25 üstə 5, 30 eləyir. Qırmızı rənglə hesabladıqlarımın cəmi 13, 10, 23 üstə 7, bu da 30 eləyir. 30, 31-nə bərabərdir bunlar.
İndi gəlsək bizdə burada 19, 6, 25, 12, 3. 25 bu da 15, 40 elədir. Sol tərəf 40-dır. Sağ tərəf də bərabərdir. 20, 3, 11, 2 və neçədir burada? 2 və sual işarəsi. Bu da elədir 33, 36, onda sual işarəsi olacaq 4. 4 də bizdə A variantıdır. Növbəti 39-cu sual, görə bu hardadır? Hə, burada isə bir dəfə kvadratıdır, bir dəfə isə kubudur. Əgər o ədədləri çıxır, içəri keçirsə kubudur, çölə çıxırsa kvadratı. Məsələn, burada fikir versəniz, 6-dan 4-ü çıxdıq. Yuxarı tərəf 6 çıx 4-ün kvadratıdır. Aşağı tərəf isə 6 çıx 4-ün kubudur. Böyükdən kiçik çıxır. Bura məsələn 10 çıx 3-ün kubudur. Aşağısı isə kvadratı, böyük olan tərəf. Bura isə kvadratı. İndi içəri keçəndə kub idi. Onda L bərabərdir, buradan yazaq. L bərabərdir 9 çıx 5-in kubu. 4-ün kubu ilə də 64. Çölə çıxanda isə kvadratıdır. K da bərabərdir 6 çıxılsın 3-ün kvadratı. 3-ün kvadratı olacağı 9. 64 üstə 9-u soruşur. 64 üstə 9, bunlar 73. Növbətə gəldik 40-cı sual. 40-cı sualda isə sol tərəfin kubundan, bura A, bura B desək, solun kubundan sağı çıxıb. Sağın kvadratını çıxıb, üzr sayın, sağın kvadratını çıxıb. Burada da olacaq belə, 5-in kubu çıxılsın 10-un kvadratı. 125 çıxılsın 100, odular 25. Məsələn, bura fikir versəz, 4-ün kubu çıxılsın 5-in kvadratı 39 eləyirdi. Növbətə gəldiyi piramida, bu da çox asandır. 2 üstə 4, 6, 4 üstə 6, 10, nəysə 16, 17 oldu 33. Bu C variantı da çox asandır, vaxt itirməyək. Gəldik 42-yə. Bəs 42-də necədir qayda? 42-də solla sağ tərəfə fikir versəniz, onları vurub aşağı bölsək. Baxın, bunlara götürürsünüz. Bunları bir-birinə vurub. 5 vur 6, aşağıdakı bu 2-yə bölsək. Bölünsün 2 bərabərdə 15. Gəldik bura, 11 vurulsun 13. Aşağıdakı 6-ya böləndə sual işarəsi eləməlidir. Lakin uşaqlar burada nəsə səhvlik edib, çünki yəqin ki görürsünüz, bu bölünmür. Yəqin ki artısı hansı rəqəm səhvdir. Ən azından 11 də sayda, 13 də sayda. Yəni bunu necə vursanız da alınmayacaq. Burada baxın ödəyir 6 vur 7 bölünsün 3, 42 bölü 3, 14 düz gəlirdi. Növbəti 43-ə baxaq. 43-də isə burada 49-a məsələn 97, 53-dən 72 alır və s. Bunları necə alır? Bu qoşulduğu ədədin rəqəmlərin kvadratları cəmidir. 49-dan 97-ni alanda bu 4-ün kvadratı üstə 9-un kvadratıdır. Sonra 72-dən 53 alanda 7-nin kvadratı üstə 2-nin kvadratıdır. Gəldik biz 23-dən y qalmaq üçün y bərabərdir 2-nin kvadratı üstə 3-ün kvadratı. 4 üstə 9, bu da oldu 13. Bəs x niyə bərabərdir? O da isə qoşulduğu ədədlərin rəqəmləri cəmidir. Məsələn 22-ni tapanda bu 4 üstə 9 sol tərəfi buranın rəqəmləri cəmi və sağ tərəfin rəqəmləri cəmi. Üstə 7 üstə 2, 13 üstə 11 oldu 22. 13 üstə 9 daha doğrusu. X isə bərabərdir. Bunun rəqəmləri cəmi 4 üstə 9. Burada da 6 ilə 1 var. Üstə 6 üstə 1. Bunu hesablayanda 13 üstə 7, bu da 20 eləyir. X 20, Y-də 13, 20, 13 oldu D variantı. Növbəti 44. Bu da piramida formasındadır. Bəs nə baş verir? Ədədləri toplayırıq. 15 üstə 11 olur 26. 2-ni də vururuq 6-ya. 2 vurulsun 6, 12 eləyir. Məsələn, başqa birinə baxaq. Tutaq ki, 6 üstə 7, 13 eləyir axı. 1 də 3-ə vurursa olur 3. Yəni, ikisini topluyorsunuz, sonra rəqəmləri hasılı. 8 üstə 3 olur 11. 1-i də 1-ə vurduq, oldu elədi 1. K oldu 1. Sonra 3-ün üstünə 5 gəldi 8. Şöyle baxın, bu yazıq vurmağa bir şey yoxdur. Özü çıxır yuxarı. Daha sonra 1 üstə 8, bu da 9 eləyir. 9-a düşür bura. Bizə bunların cəmini soruşur. 1, 9, 8. Bu da eləyir 18. Yəni C variantı. Yəni şu əvvəlcə topluyorsunuz, sonra rəqəmləri vurursunuz bir-birinə. Növbəti gəldik 45-ə. 45-də isə qarşı-qarşıya cəmləridir. Yəni dairənin içərisindəki ədədləri toplayırıq. Baxın, bu 8 ilə 5-in cəmi. 8 üstə 5 neçə eləyir? 13. 13-ü yazıldı burada. 7 üstə 4 neçə eləyir? 11. 11 də baxın, burada yazılıb. Onda mən bunların ikisini toplasam, 9 üstə 8. 9 ilə 8-in cəmi 17. 17 də buradadır. O da bizdə olacaq C variantı. 46-da isə rəqəmləri hasilin içəri keçdikcə rəqəmləri hasilini 3-ə vurmaq lazımdır. 3 vurulsun rəqəmləri hasili. Məsələn, 96-dan 45-ə keçəndə 3 vurulsun 9 üstə 6.
Daha sonra buradan bura keçəndə 3 vurulsun 5 üstə 3. 8 vurulsun 3. Gəldik buradan bura keçəndə 3 vurulsun 4 üstə 2. 3 vurulsun 6 bulur 18. K da deməli 18-dir. Burada el də var imiş. Bunu mən görmədim burada. Bu da olmalıdır. 3 vurulsun 8 üstə 4. 3 vur 12. Bu olacaq 36. 36 buradan və 18 də buradan. 36, 18 olacaq 54. 36 üstə 18. Növbəti 47-yə baxaq. 47-də isə qarşı-qarşıya rəqəmləri cəmi 2-yə vurub, 2 vurulsun rəqəmlərinin cəmi. Baxın, 2 vurulsun 3 üstə 1. Daha sonra 2 vurulsun 2 üstə 1. Deməli, burada olacaq, hansıdır bizə bunun qarşısı? 2 vurulsun 5 üstə 2. Bu da 2 vur 7, eləyəcək 14. 14 A variantıdır. Daha sonra gəldik 48-ə. 48-də isə yenə də burada bayaqki sual kimidir. Ədədi vurur öz rəqəmləri cəminə. Bayaq mən sual yazmışdıq. Ədəd vurulsun rəqəmləri cəmi. Məsələn, 14-dən qarşısı 70-dir axı. 14 vurulsun 1 üstə 4. Sual işarəsinin qarşısı bizdə budur. Eyni sual da orada da bunu soruşurdu. 32 vurulsun 3 üstə 2. 32 vurulsun 5, o da 160 eləyər. Yəni Y variantı. Növbəti 49-da isə sətr üzrə cəmləridir. Baxın, bura 5 eləyib, bura 10 eləyib, daha sonra bura 5, 1, 3, 4, 2. Bu da 15 eləyir. Onda bizdə bura 20 olmalıdır. 20 olması üçün 1, 3, 11, nəsə, bu da oldu 7. 11 üstə 7 olmalıdır 20. 18, onda sual işarəsi olacaq 2. Çünki 18, 1, 4, 2, 7, o da 11. 18 üstə gəlsin sual işarəsi 20. Sual işarəsi də 2-dir. Bu da C variantı. Və 50-ci sual. 50-ci sualda isə orada ədədləri bir-birinə vurub üzərinə 1 gəlmək lazımdır. Məsələn, 6-nı 1-ə vurub üzərinə 1 gəldikdə bu olur 7. Fikir versəz, həmin cavabı öz qarşısında verib 7. Yəni, bayaqki sualdakı toplamasıdır, burada da vurmasıdır. Amma həm də 1-ə vurma var. Məsələn, tutaq ki 19. 19-un qarşısı bizdə burada haradadır? 19-un qarşısı baxın 2 ilə 9-dur. 2 ilə 9-a var, üzərinə 1 gəlir. 19, 19 qarşısına yazılıb. Sual işarəsi haradadır? Sual işarəsi baxın buradadır. Və bunların qarşısında 25-dir. Onda sual işarəsini 3-ə vurub, üzərinə 1 gələndə 25 eləməlidir. Belə çıxır ki, sual işarəsi vurulsun 3 bərabər 24 eləməlidir. Sual işarəsi də vurur 8. 8-ə Y variantıdır. Növbəti 51-ci suala baxaq. Artıq bu tipli suallarda fiqurların tərəfi nəzərə almaq lazımdır. Fikir versəz, bu 3 tərəfli fiqur, bu 6 tərəfli, bu 5 tərəfli və bu da 4 tərəfli fiqurdur. Bəs bu x-in 45, y 56 falan necə alınır? Fiqurun özünün qoşulduğu tərəflərin cəminə vurur. Məsələn, baxın, bu gedib 6 tərəfliyə qoşulub, bu gedib 4 tərəfliyə qoşulub və 3 tərəfliyə qoşulub, yoxsa 5 tərəfliyə qoşulub. Bunları toplayıb özünə vursanız 45 eləyəcək. İndi k tapanda k 5 vurulsun. Gedib 6 tərəfliyə, yuxarıda 3 tərəfliyə, burada isə 4 tərəfliyə qoşulub. Bunların cəmi bu da olacaq 65. Növbəti 52-də isə baxın, bu 3 tərəfli fiqurdur, bu 3 tərəfli fiqurdur, bu 4 tərəflidir, bu 4 tərəflidir, bu 6 və 5 tərəflidir. Burada isə sadəcə fiqurun qoşulduğu tərəfləri vurur. Məsələn, m-i yazsaq, baxın, m 3-ə qoşulub, 3 vurulsun. Gedib 4-ə qoşulub, vur 4. Aşağıda bir dəfə də 4-ə qoşulub, vur 4. Bu tərəfdə isə 5-ə qoşulub, vur 5. Bunu hesablasanız 16, 5, 80, 240 eləyəcək. İndi bizdən soruşulana baxsaq, bizdən soruşulan neçə eləyəcək? Hansını soruşur burada? Bizdən k-nı. K-ya baxsaq, k gedib 3-ə qoşulub, 3 vurulsun. Daha sonra gedib burada 4-ə qoşulub, vur 4 vurulsun. Burada isə 6-ya qoşulub, vur 6. Bu da olacaq 24 vurulsun 3, 72. 72 də olacaq bizdə C variantı. Növbəti 53. Əgər dairə başı tərəfini 0 götürürük, burada 4 tərəfli, burada 6 tərəfli, burada 5 tərəfli, burada isə 3 tərəfli. Bu sualda isə yenə də öz tərəfini götürməyib, qoşulduğu tərəfləri vurub. Baxın, bu 4 tərəf arası toplayıb 4 tərəflidir, bu 6 tərəflidir, bu 5, bu da 3. A necə? Bəs 18 olur, 4, üstə 6, üstə 5, üstə 3 bunları toplayır. İndi bizdən soruşulana gəlsək, bizdən nəyi soruşur? Y-ni. Y-yə fikir versəz, Y-nin bir tərəfi 0-dadır, bir tərəfi 6-dadır. Onda Y bərabərdir 0 üstə 6. Bu da 6 edir. Yəni B variantı. Növbəti 54. Bunlarda isə hər bir ədəd müəyyən say göstərir.
Baxın, burada 4, burada 6, burada isə 5 yazılıb. Bu fiqurun tərəflərinin sayıdır. Fikir versəz 1, 2, 3, 4, 5. Bizim fiqur 5 tərəflidir. Daha sonra digər tərəfdən ikincisi, bu isə hissələrin sayıdır. Fiqur neçə hissəyə bölünübdür, onun sayı. Baxın, 1, 2, 3, 4 hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6 hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6 hissəyə bölünəcək. Bu olacaq 6. Və ən axırıncı, bu isə xətlərin sayıdır. Xət sayı. Yəni içəridəki xəttin sayı, baxın, burada 2 dənədir, burada 1, 2, 3 dənədir. Burada da 1, 2, 3 dənə olacaq. Bu da oldu 5, 6, 3. Yəni C variantı. 55-də isə fiqurun qara hissəsinin cəmləridir. Baxın, bu 8 tərəfli fiqurdur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və həmin 8 hissədən ikisi qaradır. Üstə gəlsin. Bu da 8 hissəlidir. 1, 2, 3, 4-ü qaradır. Olacaq 8-də 2, üstə 8-də 4. Bu da 8-də 6. 2-yə çarparsaq 4-də 3 qalacaq. 4-də 3-də baxın 175-dir. Birbaşa bizdən bu soruşana gəlsin. Baxın, bunu buradan böldüm. Bu oldu 1, bu oldu 2. Toplam 6 tərəflidir. 6-da 2 üstə gəlsin. Burada da bunu buradan bölsəz 1, 2, 3, 6-da 3. Olacaq bu 6-da 5. Yəni qaranın ümumi olan cəmləridir. Qara bölünsün ümumi cəm. Sonra 56. 56 maraqlı suallardan biridir. Burada birinci verilənlərin fiqurların sayı olduğu açıq-aşkar görünür. Çünki baxsaz orada 3, 3 yazılıb. Onda bizdə də 4 olacaq. Bu fiqurların sayılarıdır. Digər isə yerləşmə mövqeləridir. Baxın, ikisi öndədir, biri arxadadır. Ona görə burada 2, 1 yazılıb. Biri öndə, biri ortada, biri isə arxada. Ona görə 1, 1 yazılıb. Burada biri öndə. Olacaq 1, biri ortada, burada da 1. İkisi də arxada. 2 dənə də arxada. 4, 1, 1, 2, o da olacaq C variantı. Növbəti gəldik 57-yə. 57-də fikir versəz A plus B plus 2C yazılıb. 2C varsa onun 2 dənə olan bunlardır. C-dir. Amma A ilə B-ni hələ ki görmək olmur ki, hansı A-dır, hansı B-dir. Amma növbəti şəkildə görürsünüz 3 dənə B yazıb. Onda bunlar B-lərdir. 3 dənə olanlar. Bunlar da C-lər. Artıq onda bu A-dır, bu A-dır, bu da B-dir. Gəldik bura. Baxın, bu C, bu C, bu C, bu da C. Bütöv uzun olan bu da A idi. Onda olacaq A üstə 4C. Bizdə hansı düzgün cavab variantıdır? A üstə 4C, Y variantı. 58-də isə burada isə fikir versəz, fiqur özü 3 tərəflidir. 33-dən 10 alıb. Fiqur özü 4 tərəflidir. 28-dən 6 alıb. Fiqur özü 6 tərəflidir. 30-dan isə 4 alıb. İçəridəki ədədi fiqurun tərəfinə, doğrusu 33-dür burada. İçəridəki 33-ü fiqurun tərəfinə 3-ə bölsəz və 1 çıxsaz, baxın 10 eləyəcək. Burada da 28-i 4-ə bölüb 1 çıxsaz 6 eləyəcək. İndi biz 16-nı tərəfi 4-ə 16 bölüb 4 bölüb 1 çıxmalıyıq. O da eləyəcək 4 çıx 1 olur 3. Növbəti bəs 59 nə baş verir? Baxın, burada 4 tərəflidir, bu 3 tərəflidir, bu 3 tərəflidir, bu 0 tərəflidir, bu da 8 tərəflidir. Məsələn, baxsaz F-ə fikir versəz, F-ə 24 yazıb. F-in qoşulduqlarına baxın. F gedib burada 3-ə qoşulub və gedib burada 8-ə qoşulub. Bu qoşulduqlarına bunu almaq lazımdır. Bəs necə alıbdır? Sadəcə qoşulduğu tərəfləri vurur. Məsələn, baxın, burada nə olacaq? 4 vurulsun, 3 vurulsun, 8. Bu da 24 eləyib. K-da baxın, K gedib 3-ə və 4-ə qoşulub. Nəysə, biz R-ə baxsaq, R burada 3, burada 3. R bərabərdir 3 vurulsun, 3. Bu da olur 9. Növbəti 60-cı sual. Burada məsələn bu fiqur 8 tərəfli, bu fiqur 5 tərəflidir. Nə bilim, bu fiqur 7 tərəfli, bu fiqur 4 tərəflidir. Fiqurun tərəfinin kvadratları fərqini tapır. A kvadrat çıxılsın B kvadrat. Məsələn, 8-in kvadratı çıxılsın 5-in kvadratı. Bu da 39. Şular burada bu qaydaya düz gəlir. 3 vurulsun A üstə B. Çünki bunların hamısının fərqi 3 eləyir. Oradan bu nəticəyə varmaq olur. Məsələn, baxın, bu 6 tərəflidir, bu da 3 tərəflidir. 6 kvadrat çıxılsın 3 kvadrat. 36 çıx 9, 27. 27 də B variantıdır. Növbəti 60-da bu 6, bu 3 tərəfli, bu 7, bu 4 tərəfli, bu da 6, bu 4 tərəflidir. Burada isə fiqurun tərəflərinin kvadratları cəmidir. A kvadrat üstə B kvadrat. İndi burada olacaq 6-nın kvadratı üstə 4-ün kvadratı, 36, 16, 52. 52 də bizdə A variantıdır. Növbəti 62-də isə fiqurun kənardakı ədədləri toplayıb 2-yə vurmaq lazımdır. Yəni 2 vurulsun cəmləri. Həqiqətən də yoxlasaq 2 vurulsun 4 üstə 7 üstə 11 üstə 8. Bu da olacaq 2 vurulsun 11, 19, 30, 60 eləyəcək.
Gəldik burada 2 vurulsun 31 üstə 28 üstə 1 üstə 3. Bu da elə deməli 59 4 63 2 vuranda 126. Yəni D variantı. Növbəti 63. Əgər belə sual gördürsə, həmişə burada cəmlər yoxlayın. Fiqura yenicə cəmə baxırıq. Və fiqurun sayı 3-dən çoxdur deyə burada cəm dəyişə bilər. Məsələn, baxın 5, 8, 13, 4, 2, 6. Bu cəm eləyir 25. 10, 11, bu da 16. Bura 27 eləyir. Bura 14, 21, o da 11. Bura 31 eləyir. Daha sonra 11, 24, 28, o da 11. Bu da 39 eləyir. Fikir versəz, buradan bura 2 artdı. Daha sonra buradan bura 4 artdı. Buradan bura isə 8 artdı. İndi 16 artmalıdır. 16 artıbsa 39, 16 olacaq 55. Bu da bizə 55 düzgün cavablar arasında yoxdur. Yenə də sualda sıxıntı var. Burada 55 olmadı, amma düzgün cavablarda yoxdur. 63-də də problem var. Növbəti gəldik 64-də. 64-də isə burada verilmiş ədədlər daxili və xarici bucaqların sayıdır. Daxili və xarici bucaqların sayı. Məsələn, birinci 3. Bu xarici bucaqların sayıdır. Baxın, 1, burada 2, burada 3. Məsələn, burada 1 yazıb, bir dənə xarici bucaq var. Bu xarici bucaqların sayıdır. İkinci daxili bucaqların sayı. Məsələn, baxın, A, B, C, D, I. 5 dənə xarici bucaq, daxili bucaq var. Burada da bax, A, B, C, bu da D. 4 dənədir. İndi bizə xaricini saysaq, 1, 2, 3, 4. 4 dənə xaricidir. İçəridəkilərə baxsaq, içəridə də 1, 2, 3, 4. 4 dənə də daxili. 4, 4 olacaq A variantı. Növbəti 65. 65-də isə burada birinci təbii ki, fiqurun tərəflərinin sayıdır. Baxın, bu 4 tərəflidir, bu 8 tərəflidir. Bunu da saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 tərəflidir. Bu oldu 12. Daha sonra ikinci bölündüyü hissələrin sayını göstərir. Bizim fiqurumuzun bölündüyü hissəyə baxın. 1, 2, 3, 4 hissəyə bölünüb. Bu çünki 2 hissəyə bölünmüşdür. Bu da həmçinin 2 hissəyə bölünmüşdür. Axırıncı isə bölünən fiqurların tərəflərinin sayıdır. Yəni, bölünən fiqur neçə tərəflidir? Bunu da saysaq, məsələn, burada o 5 yazılmasının səbəbi nədir? 1, 2, 3, 4, 5 tərəflidir. Burada bu 1, bu 2, bu 3, bu 4. 4 tərəflidir. 12, 4, 4, bu da olacaq A variantı. Növbəti 66-da yenə 5 vur 3, 15 bərabərdir 9 üstü 6. 4 vur 6 bərabərdir bunların cəmi. 3 vur 8 də bərabərdir bunların cəmi. 24-dən 6 çıxanda olacaq 18. 18 də A variantıdır. 67 tipli belə böyük piramidalarda isə sadəcə cəmidir. Məsələn, baxın, bu F ilə 11-in cəmi 19 eləməlidir. Elə ondan sonra 19-dan 11-i çıxım F-i tapımda 19 çıxılsın 11 F olacaq 8. Bu 8-dən 6-nı çıxsam, çünki 8 6-nın aşın cəmidir. Bura 2 eləyəcək. 11-dən 2-ni çıxsam, bura 9 olacaq. Daha sonra bura fikir versəz, 19, 8, bura 11-dir. 37, 11, bura 48-dir. 48 eləyir. Bu yoxsa 48, 48, 41-də 99 eləyir. Bir dəqiqə biz burada ola bilsin ki, nəyəsə səhv götürdüm mən. 37, 19, 1. Şu an çox üzrürsən, bura 11 eləmir. Bir dəqiqə bu tərəfini tapaq. Demək, həmin hissəni tapmaq üçün biz, buranı da silək. Tapmışdıq ki, 19-dan 11 çıxdım 8-dədir. 8-dən 6 çıxdım oldu 2. Daha sonra o belərə fikir versəz, o belərdən tapmaq olar. İlk növbədə 41-dən 19-u çıxmaq lazımdır. 41 çıxırsa 19, bu 22 eləyir. İndi tapa bilərik, çünki B bərabərdir 37 üstə 22, 59. A da bərabərdir 59 üstə 41. Bu olacaq 100. Deməli, bizə nə deyir? A vurulsun, 100 vurulsun, L çıx K-nı soruşurmuş. Gəlin, L-i tapaq əvvəlcə. L-i tapmaq üçün 22-dən bu 8-i çıxdım, bura 14-dür. 37-dən 14-ü çıxdım, bura 23-dür. 23-dən də 6-nı çıxdıq, bura 19-dur. 14-dən 6-nı çıxdıq, bura 8-dir. 23-dən 8-i çıxdıq, bura da 15-dir. Deməli, 15 çıxılsın 9. Bu da eləcək 600. Yəni C variantı. Növbəti 68-ci suala baxaq. Burada ən çətin suallardan biridir. Bunu əslində bir neçə dəfə işləmişik. Əgər 3 bucaqlar yuxarıda birləşirsə, bunları toplayır 3-ə vurur. 3 vurulsun 8 üstə 1.
Yəni ortadakı ədədləri toplayır, vurur 3-ə. 3 vurulsun 8 üstə 1. 3 vur 9, 27. Baxın, həm 27-nin tərsi buradadır. O birlərdə dönər. Bu yuxarıda birləşən həmişə bu formada olur. Baxın, 6 üstə 2. 8, 3-ü vuruq 8-ə, bu 24 olur. Və tərsi burada, tərs. Bəs aşağıda birləşəndə baş verir. Aşağıda birləşəndə də çıxır, sonra vurur 3-ə. Baxın, burada 8 çıxılsın 1, bunu vuruq 3-ə. 3 vurulsun 7. Olacaq 21. Gəldi bura 3 vurulsun, 6 çıxılsın 2. Burada da 3 vurur 4, 12. Biraz fərqli sual oldu artıq bu. Nəticə gəldi bizdən soruşulan. Burada elə bir şey olmalı ki, 93-ün tərsi 39-dur. 51-in tərsi isə 15-dir. Yəni bunların 3 vurulsun cəmləri 39 eləməlidir. Fərqləri də 15 eləməlidir. Həmsini 3-ə bölsə olacaq belə. Cəm bərabərdir 13, fərq bərabərdir 5. Toplayanda 13 çıxanda 5 eləyən. Bu 13, 5 görək nə var orada? 8 ilə 3 imiş. Baxın 8 3-dür. 8, 3. Həm də orada 8-in kvadratı üstə üçün o bir tərəfdə düz gələcək. Bu da oldu deməli 68-ci sual, sonra 69. 69-da isə sol tərəfin cəmindən, bu hissənin cəmindən, sağ tərəfin cəmini çıxırıq. 10, 13, 24. Bu da 23, 24 olur. 47. Burada isə 15, 11, 26. Bu da 16, 52. 52-dən 47 çıxır, olur 5. Gəldi bura 10, 1, 7, 5. 11, 17, 10, 23 olur bu. Buranın bəs cəmini tapanda buradan da deməli çıxacaq 5 üstə sual işarəsi. Bərabərdir 10-a. 23-dən 5 çıxdı 18, 18 üstə sual işarəsi, daha sonra çıxılsın sual işarəsi. 18 çıx sual işarəsi bərabərdir 10. Onda sual işarəsi olacaq 8. Yəni C variantı. Növbəti 70-ə baxsaq isə 70-də isə burada aşağı tərəfin cəmi 10, 14, 9, 6. Bu 24, 25, 49 eləyir. Buranın da cəmi 11 üstə 2, 13 eləyir. Deməli 49-dan çıxırıq burada 13-ü. 36 elədir. Gəldi bizdən soruşulan 17, 1, 9, 8. 18 üstə 17 olacaq 35. Daha sonra bunların da cəmi olacaq 6. Onda sual işarəsi bərabərdir 35 çıxılsın 6. O da 29 eləyəcək. Növbəti 71-ci sualdan davam edelim. 71-ci sualda burada bir neçə qanunluğu var. Əvvəlcə mərkəzdəki üçbucağa baxsaq, bu kənardakı üçbucaqların hasilinə bərabərdir. Məsələn, 12 bərabərdir 3 vur 2 vur 2. İndi bu isə burada ortada 24. 24 bərabərdir L vurulsun 4 vurulsun 2. L də onda olacaq 3. Daha sonra burada K bərabərdir 3 vurulsun 1 vurulsun 4. Bu da olur 12. Digər tərəfdə, bəs kvadratlar necə olur? Kvadratlar isə qoşulduğu üçbucaqların kvadratları cəmidir. Məsələn, baxın 3 ilə 2-dən 13 alıb burada. 3-ün kvadratı üstə 2-nin kvadratıdır. Daha sonra 4 ilə 2-dən 20 alıb 4-ün kvadratı üstə 2-nin kvadratı. İndi biz m almaq üçün 1 ilə 4-ə baxacağıq. M bərabərdir 1-in kvadratı, 4-ün kvadratı 16, 1, 17. Bəs dairə necə alınıb? Dairə isə qoşulduğu kvadratların fərqidir. 25 çıxılsın 8, 17. Gəldi n tapanda n də bərabərdir 13 çıxılsın 10. Bu da olacaq 3. Növbəti 72-ci sual. Burada yazıb ki, hər bir fiqurun daxilində 4 ədəd göstərilmişdir. Onlardan hər biri yerdə qalan üçünün orta qiymətidir, amma bilinmir bu hardadır. Hər bir fiqurda orta qiymətlər müxtəlif çevrələrdə göstərilmişdir. Məsələn, burada orta qiymət buradırsa, burada bura olmalıdır. Burada nə bilim bura, burada da sağ tərəf. Yəni eyni tərəfdə 2 dənə orta qiymət olmaz. Bunlar əsasən bizdən sual işarəsini soruşur ki, sual işarəsi hansı olacaq? Şular, bəs hardan biləcəm ki, burada orta qiymət hansıdır? Birincisi, ən böyüyündən balaca olmaz, onların ikisini atın. Yerdə qalanlar yoxlamaq lazımdır artıq. Məsələn, mən bunları toplayanda axırı 0 nöqtalarına oxşuyur. 7, 7, 4. Yerdə qalanlara baxaq, deyəsən elə 50-dir orta qiymət. Çünki 47, 67, bu 114 eləyir. Üstə də 36, 150 eləyir. 50 bərabərdir bu üçünün orta qiymətinə. 50 bərabərdir 47, üstə 67, üstə 36 bölünsün 3. Deməli, uşaqlar, burada birinci sualda orta qiymət ortadakıdır, 50-dir. Artıq orta ala bilməz. Bizi demişdik ki, ən balacanın ən böyük olmaz, 43 də olmaz, 61 ilə 52-dən biri olmalıdır. 61-i götürsək, onda digərlərin cəmin 3-ə böləndə baxın,
Tutaq ki 61-dir. Görək bu düz gəlir. 52, 88. Bura elədi 130, 140. Hə, düz 61 imiş. Bizdə də burada orta qiymət 61-dir. Fikir versək, çünki digər üçünün cəmi 52 üstə 88 üstə 43 bölünsün 3. Bu da 61 eləyəcək. Gəldik üçüncüyə. Üçüncüdə də orta qiymət ortadakı və yuxarıdakı olmalıdır. Onsuz da daha doğrusu yuxarıdakı və ya sağdakı olmalıdır. Demişdik ki, biz ən böyüklə ən balaca olmaz. 46 getdi. Onun da orta qiymət yuxarıdakıdır. 52-dir. Gəlin həqiqətən də baxaq. 51, 59, 110 üstə də deməli 46, hə 156 yer düzdür. Deməli bizdə burada da hər birinə baxmısınız, orta qiymət artıq sağ tərəf olmalıdır. Hər bir tərəfi keçmişik. Burada x desək, x üstə 21 üstə 54 bölünsün 3 bərabərdir 48. 48-i 3-ə vurduq 144 bərabərdir. Bunların cəmi x üstə 75. 144 çıxılsın 75, bu da olacaq. Deməli 25 oradan 44 oradan 69. Olmalıdır B variantı. Növbəti 73-də bəs nə baş verib? Burada isə ədədləri bir-birinə vurub tərsini yazıb. 6 vurulsun 18, tərsi 108. Tərs. 3 vur 15, 45 edir. Tərsi burada. Biri 24-ə vuranda 24 edir. Tərsi olur 42. 1 vur 24, bu 24 edir. Onun da tərsidir bu. Tərsi. 42 oldu C variantı. Növbəti 74-cü sualda yenə fiqurun tərəflərindən istifadə edir. Burada isə tərəflərin üzərinə gəlir. Baxın, bu 5 tərəflidir, bu 0 tərəflidir, bu 10 tərəflidir. Tərəf üzərinə gəlsək, burada gərək 5 olsun ki, daha doğrusu üzərinə 3 gələcək, 7 olsun ki, 7 üstə 3 10 eləsin. İçəridə 7 üstə 3 10, 10 üstə 5, 15 və s. Gəldi 75. 75-də isə fiqurun tərəfini 2-yə vurur. Tərəf vurulsun 2. 4-dür bu, 4 2 olacaq 8. Növbəti 76-da isə kənarlar cəminin kvadratıdır. Məsələn, 49 baxın, bu ikisinin 5 üstə 2-nin kvadratıdır. 5 üstə 2-nin kvadratı bərabərdir 49. 4 üstə 8-in kvadratı bərabərdir 144. Gəldik biz A-nı tapanda A bərabərdir 5 üstə 4-ün kvadratı. 9-un kvadratı 81. Bəs içəri necə keçib? İçəri isə orada fikir versəz, çıxıb kvadratıdır. 5-dən 4 çıxdınız, kvadratı 1. İndi mən burada 5-dən bu 2-ni çıxacağım. 5 çıxılsın 2. Bu deyiləcək 3. 3-ün kvadratı 9. B olmalı 9. 9 da B variantıdır. Bir dəqiqə 9-u götürməyib. Bizdə A böl B-ni soruşuruq. Çox üzrü sayın. Düzü yenə 9 olurmuş. Çünki 81 böl 9. 81 böl 9. Bu da deyir 9. B variantı. Növbəti 77. 77-də dairələri almaq üçün kvadratları vurub 2-yə bölməliyik. Baxın, 6 vur 9 bölünsün 2. 54-ü 2-yə vurdu 27. Daha sonra baxın, 4 vurulsun 3, yəni 12 bölünsün 2. Oldu 6. Gəldi y bərabərdir 8 vurulsun 5 bölünsün 2. 40-ın yarısı 20. Bura oldu 20. Daha sonra bu birlərə baxsaq, bu birlərdə məsələn 4 ilə 4-dən 16 və ya 5 ilə 3-dən 16-nı necə alıb? Burada isə toplayıb 2-yə vurur. 2 vurulsun, məsələn, qoşulduğu 5 ilə qoşulduğu 3. 5 üstə 3. Gəldik bura. 2 vurulsun, 9 üstə 8. Bu da 17 vur 2 olacaq 34. Və daha sonra bizdən nəyə soruşur? X çıxılsın, Y. 34 çıxılsın, Y-imiz neçə idi? Onu tapmışdıq məncə. Y-də 20 idi. 34 çıxılsın 20. Bu da olacaq 14. 14 də Y variantıdır. Növbəti uşaqlar, bunlar rahat, yəqin ki, bunlar artıq özünüz həll eləmişsiniz. 78, 79, bunlar sadə suallardır. Ziqzaqlara baxaq. Ziqzaqlarda, məsələn, birinci toplama çıxmadır. Gəl elə birbaşa 0 üstə 2. Elədir 2, 2-dən 5 çıxdıq, -3. -3 üstə 9, bu eləyir 6, 6-dan 1 çıxdıq, 5. İkincisində burada bunun vurma bölmə olduğu aşkar görünür. Uşaqlar, burada da bölürük. 21 bölünsün 7, 3. 3-ü 4-ə vurdum 12. 12-ni böldüm 6-ya. Bu elədir 2. 2 vurulsun 3, 6. Bu da olacaq C variantı. Yenə toplama çıxma. Gəldik bura 4 üstə 7, 11. 11-dən 5 çıxdım 6. 6 üstə 10, 16. 16-dan 9 çıxdıq 7. Bu da B variantıdır. 85-də isə fikir verirsiniz, oxlarda fərq var. Oxlarda fərq varsa qısa oxlar toplama çıxmanı,
Uzunlar isə vurma bölmə göstərir. Baxın, 9 + 2 11. 11-dən 3 çıxdıq, oldu 8. 8 üstə, daha sonra 8 vurulsun 3. Böyle de 24. 24'ü de böldük 4'e 6. Yəni qısa oxlar toplama çıxma, uzun oxlar vurma bölmə göstərir. 8 üstə 7 oldu 15. 15-dən 3-ə çıxdıq 12. O 2-ni vurduq 4-ə 48. 48-də bölürəm 6 oldu 8. Y variantı. Sonra deformasiyalar var yəqin ki yazmışıq. Bunları da keçək. Burada inanmıram ki bir problem olsun. Dönək 91-ci suala. 91-də burada çöldəkilərin cəmi içəridəkinin kubudur. 6-nın kubu, bu da 216 edir, bu da 216 edir. 30 üstə 34, bu da 64, bu da 4-ün kubudur. Məsələn, indi burada elə bir şey yazmalıyıq ki, bunlar düz gəlsin. Onun üçün gələ biz A-nı tapaq, aparıb qoyaq yerinə. Bəs A-nı tapmaq üçün nə edirik? Bu 6-nın həm də içəri keçəndə kvadratı da içəridədir. Baxın, 6-nın kvadratı da bərabərdir 12 üstə 24, bu da 36 edir. 6-nın kvadratı da. Sonra baxın 36 üstə 13 49, 49 da 7-nin kvadratıdır. Gəldi bura 7 üstə 2 9. 9-un kvadratı 81. Deməli bura olacaq 81. Daha doğrusu A-nın kvadratı 81, A-nın kvadratı 81, A da bərabərdir 9. Deməli buranın 9-unu yazdıq. Adı 9 olmalıdır. Və digər tərəfdən axı kubuda ödənməli idi. Kubuda nəzərə alsaq, bu 9-un kubu bir dəqiqə şu an burada. Mən bunu səhv yazmışam. Bircə saniyə bunu düzəldək. Bu 7 üstə 2 bərabər idi A-nın kvadratı. Mən o tərsi yazmışdım orada. Baxın 7 üstə 2 bərabərdir A-nın kvadratı. 7 üstə 2 A-nın kvadratı. A da eləməlidir. A kvadrat 9, A da 3. Yoxsa çox böyük bir şey alınır. Onu səhv yazmışdıq. A olacaq 3. Və dedik ki, 3-ün kubu da çöldəkilərin cəmidir. Onu da burada yazaq. 3-ün kubu bərabərdir K üstə 16. Onda K da bərabərdir 11. K da tapıldı, X qalıb. X-ə də fikir versəz, dedik ki, içəridəki də kvadratlar olmalıdır. 4-ün kvadratı bərabərdir bu ikisinin cəminə. 12 üstə X-ə. 16 çıx 12, X olacaq 4. X 4, K 11, A da 3. 4, 11, 3. 11 üstə 7 olacaq 18, o da A variantıdır. Növbəti gəldik 92-ci sual. Bu da olduqca çətin suallardan biridir. Birincisi bu kvadrat necə, düzbucaqlı necə alınır? Qoşulduğu kvadratların rəqəmləri hasilidir. Yəni 12-ni tapanda 12 niyə bərabərdir? 2 vurulsun 5, yuxarıdakı bunların hasili üstə gəlsin. 2 vurulsun 1. Hesablasız 12 eləyəcək. Və ya bu tərəfdə baxsaq, 3 vurulsun 4 sağda artıq dairədir. Burada isə çıxırsınız. 3 vurulsun 4 çıxılsın 1 vur 3. Yəni düzbucaqlılarda toplayır, dairələrdə çıxır. Məsələn, başqa bir nümunəyə baxsaq, burada 15 bərabərdir 3 vurulsun 3, üstə 1 vurulsun 6. Amma sağ tərəfdə fikir verin, dairədir deyə burada nə olacaq? 3 vurulsun 3, üzr sayın, 5 vurulsun 6, çıxılsın L bərabərdir 12. Onda bizim L də bərabərdir, rəqəmləri hasili 18 olan nəsə? Rəqəmləri hasili 18. Yəni bir şey deməliyik ki, burada 18 eləsin ki, 30-dan 18 çıxım olsun 12. Ona baxaq ki, indi burada nə var? Rəqəmlər hasisi 18 olan, o da bizdə S getdi, B getdi, A getdi. Hə, D ilə Y-dən biridir, çünki 63 var onlarda. Bəs o birləri tapmaq üçün ortadakı oval hardan çıxır? Ortadakı oval isə qoşulduğu düzbucaqların cəminin 2 mislidir. Baxın, bu oval bərabərdir 12, 9. Bunları toplayıb 2-yə vurursunuz. Yəni o da burada yazım. 2 vurulsun 12 üstə 9. İndi mən bu M-i tapmaq üçün M niyə bərabərdir? 2 vurulsun 22 üstə 3. 2 vur 25, bu da olacaq 40. 25 daha üstə 50. Bu da 50 oldu. 50 oldusa bura 50, bura 63 idi. K-nın da qiyməti K qalıb. K-nın da rəqəmləri hasilinin üzərinə mən 3 vur 2 gələndə gedib 13 almalıyam. Onda K-nın rəqəmləri hasili olmalıdır 13 çıx 6, 7. 7 olmalıdırsa Y variantıdır, çünki 1 vur 7, 7 eləyir. Növbəti 93-cü sual. 93-cü sualda ortadakı ədədin kvadratının bərabərdir digərlərin cəminə. Məsələn, ortada baxın 5 var. Bu 5-in kvadratı digərlərin cəmidir. 7, 5-in kvadratı bərabərdir.
7 üstə 5 üstə 3 üstə 3 üstə 6 1. İndi burada məsələn k-ya baxsaq, k-nın kvadratı bərabərdir 3 üstə 0 üstə 2 üstə 1 üstə 2 üstə 1. 4 da 5 olacaq 9. Onda k da olacaq 3. Və L-ə baxmaq lazımdır. L də baxın buradadır. L üstə gəlsin bunlar. L 5 0 1 2 3. Deməli 6 o da 5 11. L üstə 11 bərabərdir 4 kvadrat. L də bərabərdir 16 çıxı 11 5. 5 üstə olacaq 8 Y variantı. Növbəti 94. 94-də isə burada hər fiqurun öz əməliyyatı var. Üçbucaq sadəcə 2 çıxır. Dairə burada 2-yə vurur. Kvadrat isə üzərinə 2 gəlir. Baxın 4-dən 2 çıxdınız 2. 3-ü 2-yə vurduq 6. Kvadratın üzərinə 2 gəldik 8. İndi kvadrat plus 2 idi. Üçbucaq 2 çıxma idi. Bu da 2-yə vurma idi. Baxaq 5, 6 çıx 2. Bir dəqiqə 3-ü 3 tərəflidir. 6 çıx 3 burada olacaq indi. 3. Burada niyə 3 çıxdıq? Üçbucaqda yarısını çıxır. Çünki fikir versəz burada 2 çıxıb ki 2 eləyib. Burada 3 çıxır. 5 qalıb, daha 3 qalıb. Burada da fikir versəz 1 qalıb. Yəni üçbucaqda həmişə yarısını çıxır. Burada məsələn 1 çıxacaq. Burada da 4 çıxacaq. Burada 4 çıxdı. Kvadratda üstünə 2 gəlir də. Kvadratda üstünə 2 gəlsək 5 üstə 2. Dairədə də 2-yə vururdu. Vurduq 2-yə. Oldu 8-ə 4 çıxdıq 4. 5 üstə 2 7. 2 2-yə vurduq 3. O da olacaq 470. 2 2-yə vurduq 4 daha doğrusu. 474. Yəni ki burada A variantı. Növbəti baxaq 95-ci suala. 95-ci sualda isə burada ədədlərin cəminin, içəridəkilərin cəmindən çöldəkilərin cəmi çıxıb kvadrata qaldıranda orta tərəf alınır. Baxın 27 üstə gəlsin 16, üstə gəlsin 5. Bunların cəmindən çıxırıq. Çöldəkilər 10 üstə 18 üstə 14-dür. Bu da nə edir deməli 43, 48. Nəsə 43, 48. 48 çıxılsın 32, 42. 6. Baxın həmin 6-nın kvadratı 36-dır. Yəni bu boyda həngaməyə tapdıq ki biz 36 olmalıdır. Nəhayət gəldik bura. Burada içəridəkilərin cəmi 24, 20, 19. 44, 19 bu 63 olur. 63 çıxılsın 31, 25. 31, 25 bu da elədir 56. Çıxıb kvadrata qaldırırıq. 7-nin kvadratı olur 49. Yəni B variantı. Növbəti bəs 96-da nə baş verir? 96-da isə indi isə orada çöldəkilərin cəmi bərabərdir içəridəkilərin hasili. Baxın 10 üstə 5 üstə 8 üstə 7. Bu neçə eləyəcək? Deməli 15, 20 və 30. Bu bərabərdir 1 vurulsun 5 vurulsun 3 vurulsun 2 içəridəkilərin hasili. Gəldi indi burada 5 vurulsun 2 vurulsun 1 vurulsun 6 bərabərdir. 14 üstə 18 üstə 11 üstə gəlsin sual işarəsi. Bu 10 vur 6 60 eləyir bərabərdir. 32 o da 11 43 üstə sual işarəsi. Onda həmin bizim bu sual işarəsi 17-dir. Növbəti 97. 97-də isə rəqəmləri cəmi 2-yə bölüb. Rəqəmləri cəmi bölü 2. Məsələn, bura fikir versəz, buradan bura 1 üstə 5 bölü 2. Burada məsələn 4 üstə 8 bölü 2. Gəldi bura 9 üstə 9 bölü 2. 18-in yarısı olacaq 9. Bu da C variantıdır. 98-də bəs nə baş verib? 98-də isə o cəmləri ilə bağlıdır. Rəqəmləri cəminə baxsaq sırayla gedir. Bu 4-dür, bu 5-dir. Bura bizdə yox idi. Bura 7, bura 8, bura 9, bura 10, bura da 11. Onda burada da rəqəmləri cəmi 6 olardı. Rəqəmləri cəmi bərabərdir 6-ya. 6 da olacaq D variantı. Və 99. Şular 99-da deyir ki, burada şərtdə. Yalnız natural ədədlər yazılır və bu natural ədədlərin yazılma şərti də belədir ki, əgər iki qonşu xanada yazılan ədədlərin hər ikisi tək-tək olaraq toplanır, qalan bütün hallarda isə böyük ədəddən kiçik çıxılıb yazılır. Nümunə də var burada. Bizə deyir ki, əslində burada ən böyük soruşur. Ən böyük tapa bilirikmi?
Burada şərt nə idi qayda? Əgər hər ikisi təkdirsə, bu toplanır. Qalan bütün hallarda çıxılır. Məsələn, bizdə burada ən böyük soruşur. Görək ən böyük neçə ola bilər? Ən böyük sual işarəsi neçə olar? Təklərdə toplanır, qalanlarda çıxılır. Əgər ən böyük soruşursa, biz gərək bunu artıraq. Mən də artırmaq üçün baxıram ki, məsələn, bura 4 yazsaz, gərək ikisi tək deyil, axı böyükdən kiçik çıxaq. Ona görə götürürəm, bura yazıram mən 18, işim qaranti olsun da. Çünki 18-dən 17-ni çıxsaz belə 11 alacaqsınız. Yəni, ikisi tək olmasa belə. Burada da yenə olsa çıxmandan olmalıdır. Çıxman olacaqsa 28 yazım, 28 çıxılsın. 10 bərabərdə 18. Daha sonra indi burada bu tərəflərə baxsaq, görsən, ora nə tapmaq olar? 10-la nədənsə 7 alıb. Dedi ki, 10-da əgər burada ikisi də tək deyilsə, çıxırıq, böyükdən kiçik. Mən 7 almaq üçün ya gərək bura 3 yazam, ya da 17 yazam. 17 çıx 10, 3 çıx 10. 10 çıx 3 daha doğrusu. Hələ ki 17-ni yazım, olmasa düzəldərik 17. Sol tərəfdə fikir verin, 9, 17. İkisi də təkdir, bu toplandı 26. Daha sonra aşağı düşən 26-dan 7 çıxdım, 19, 19 üstə 1, 30. Yəqin ki, bu ən kiçik deyil, bundan çox güman ki, daha balacası var. Bundan daha doğrusu ən böyük deyil. Bundan daha böyük çox güman ki var. Həm də heç 30 yoxdur cavablarda. Çox güman ki burada ən böyüyü yox, ən kiçiyi soruşur. O şərtdə düzəldərsiniz olar, çünki ən böyüyün cavabı yoxdur. Ən kiçiyini soruşursa, baxın bura mən bu tərəflər düz gəlmirdi. 10-dan 7 çıxıram, 3 yazıram. Çünki o versiya yaza bilərdik. 9, 3 hər ikisi təkdir, 12 olur. 12-dən 7 çıxanda 5 eləyir. 5 ilə 11-i hər ikisi tək toplamalısınız. 16 eləyir. Bu birlər niyə düz gəlir bu arada? Ondan 7 çıxırıq. Burada məsələn 3 yazan sonra yox, aslında yazan düzələcək. Mən bizdə burada yəqin ki, ən kiçiyin soruşur, ən böyüyün yox. Bu ən böyük yox. Burada ən kiçik olmalıdır. Kiçik. Və növbəti 100-cü sual. Burada da deyir ki, bunlar ilə qeyd olunmalıdır ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 həm yuxarıdan aşağıya, həm də soldan sağa, sağdan sola doğru artan sırada olsun. Əslində keçən səfər buna aid birin işləmişdik quizdə uşaqlar. Bəs yuxarıdan da aşağı, soldan da sağa artan sırayla olmalıdır. Sağdan sola daha doğrusu. Onda elə bunu sırayla düzməlisiniz. Əgər yuxarıdan aşağı, sağdan sola deyirsən, elə sırayla düzə olsun belə. Bura 1, bura 2, bura 3, bura 4. Bura hələ ki qalsın. Digərlərinə baxsaq, sağdan da sola artmalıydı. Bura mən yazıram 5, 6, 7, burada 8. Bu birinci versiyamız olsun hələ ki. Bəlkə görəsən 7, 5, 6-nı yeni dəyişə bilirik mi? Nəyi soruşur bizdən burada? Əgər D xanasında 4 yazılmışsa, hə, bunu özü verib. Mən hətta bunu yoxlayacaqdım. 5, 6, 7, 8-i. Gördük ki, özü verib. D xanasında 4. D xanasında 4 yazdıqsa, o bilərini aləm dəyməsin bir-birinə. Elə 1, 2, 3, 4 saxlayaq burada. Bizdən nəyi soruşur? Əgər D xanasında 4 yazılıbsa, H xanasına hansı yazılmalıdır? H xanasına hansı yazıldı? H-a baxın 5 yazıldı. Burada da olacaq 5. Niyə variantı? Belə əziz təvəllülər, bir izahın daha sonuna gəldik. Ümid edirəm ki, hamısı sizə aydındır. İnşallah növbəti izahlarda görüşənədək.